Həkimlərin verdiyi yekun qərar isə ailə üçün sarsıdıcı olub. Müəyyən oldu ki, Zərifdə qanında 18%. Həkim dedi ki, iliyində var. İliyində baxdılar 60%-dir. T hüceyrəsi. Və bildik ki, Zərif qan xərçəngidir. Bizə dedilər ki, Zərifdə bu proses 3 ayda başlayıb. Maddiyyatın belə gücü yetməyədiyi bir xəstəlikdir. Zərifi ilik köçürmə istəyirik. İlik köçürmə əməliyyatı olmalıdır Zərif. Zərif onkoloji xəstəliyin caynağına keçən çoxsaylı balacalardan yalnız biridir. Ağır statistika həm də böyüklər arasındadır. Təkcə 2024-cü ildə ölkədə 73 mindən çox insan onkoloji xəstəliyə yoluxub. Bu isə Zərif kimi balacaların müalicəsinin əlçatanlığı, eləcə də uşaqlığını yarımçıq qalmadan davam etdirməsi və gələcəyə ümidlə baxması deməkdir. Türkiyə Nəlsoy, Qadir Əliyev, Zamin Novruzov,